Çınar, her şeyin bir mahiyyəti var. Bir həqiqət var, bir də insanların öz uydurduğu, təxəyyülündə uydurduğu nələrsə də var. Bax, bizim Candarda olan ki, məşhur çınar ağacıdır. Bunun çoxu uydurmalarla əlaqədərdir, yəni inancla əlaqədərdir. Bəzən deyirdilər, bunu dinlə əlaqələndirməyə çalışanlar oldu. Əslində, bunun dinlə bir əlaqəsi yoxdur. Çünki İslam dinindən söhbət gedirsə də, İslam dininin kökündə nə dayanıbdır? Hər şeyi Allahdan istəmək olar. Bir daşdan, bir kəsəkdən, bir ağaçdan, sudan, nə bilim, nədənsə də, nəyisə də biz istəyə bilmərik və o bizə heç nə verə bilməz. Amma bu bir inancdır. Bu inancın da mənə elə gəlir ki, iki kökü var. Birincisi, orada olan o qədim qəbirlər var idi orada. Mən uşaqlıq dövründə mən onu görmüşəm. Bəlkə 65-70 il bundan əvvəl, daha doğrusu bir 55-60 il bundan əvvələ qədər var idi, dururdu orada. Sonra o kanalı, deməli, su kanalını düzəldəndə onlar orada itdi, batdı, yox oldular. İndi deyilənlərə görə o qəbirlərdəki adamlar çox İslam aləmində tanınmış, təqvalı insanlar olubdu. İndi kim olduğunu da bilən də yoxdur və ona görə onlar burada bastırıldığına görə də deməli bu çınar ağacı müqəddəsləşdirilibdir. Yəni o sevilən insanların qəbri olan bir yer kimi müqəddəsləşdirilib. Bəli, orada olduğuna görə. İndi ikinci bir tərəf mən ona daha çox üstünlük verirəm. Ümumiyyətlə ağaca inam bütün xalqlarda var. Bax, Gürcüstanın müxtəlif yerlərində mən ağaçlar görmüşəm. Ağaca deməli müxtəlif əşyalar bağlayırlar, parçalar bağlayırlar. Eynilə bizdəki kimi. Və onu arzulurlar ki, mənim niyyətim qəbul olunsun, niyyətim nə çatın. Deməli, ağac kultu qədim türk mifologiyasında bir yaradılış simvoludur. Xüsusilə, bir dənə də misal deyim ki, türk dilli xalqların ən qədim dastanlarından biri Oğuz Kağan dastanıdır. Oğuz Kağan dastanında belə bir epizod var. Deyir ki, Oğuz Kağanın istədiyi qız, sevgilisi ağacın oyuğundan çıxdı. Bir ağac oyuğu var idi, oradan bir qız gəldi bu dünyaya. Ondan sonra Oğuz Xaqan o ağacın oyuğundan çıxan qızla evləndi. Və ondan sonra da Oğuz xalqlarının kökünü aparıb ona bağlayırlar ki, Oğuz xalqları, yəni biz də Oğuz türkləri olduğumuza görə deyirəm bunu, Oğuzların kökünün deməli bir ağac kötüyündən çıxan bir qızın deməli ana odur. Deməli, ana bizim ağacı biz ana kimi qəbul edirik. Türk xalqlarında, Oğuz türklərində. Bax, mən inanıram ki, bax, bu çinarın əsl mahiyyəti bəlkə də o, bax, bu mifologiya ilə, bizim keçmiş mifologiya ilə əlaqədərdir. Sadəcə olaraq bunun elmi şərhini verə bilmədiyimizə görə İnsan belə daxı bir şeyə bir elmi şərh verə bilməyəndə onu möcüzə kimi qiymətləndirir. Nəyəsə də başqa bir sirri qüvvələrə bunu aparıb istinad edirlər. Mənə elə gəlir ki, bizim bu Candardakı bu çınar ağacının əsl kökü türk xalqlarının bir mifologiyasında olan ağaca inam, ağac kultuna inamdır. Bu ağac kultuna inam bizim başqa bir deməli həyatımızın müxtəlif sahələrində yenə də var. Deyək ki, uşaqlara gözləyməmək üçün beşiklərindən filandan dağdağan ağacını kəsirlər, onu asırlar. Təbii ki, o gözləymək filan fəzmişkən, bu Allahın işinə qarışmaq kimidir. Amma hər halda, yəni bu bir deməli insanlar burada axtarırdılar, yəni çıxış bəli, onları ağaçdan filandan və yaxud da indi deyirlər ki, İncil ağacının
altından gecələr gəzmək olmaz, getmək olmaz. Bunların hamısı mifologiya ilə əlaqəli olan şeylərdir və çoxunu biz unutmuşuq, amma əməl eləyirik.